Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bugün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib. Əldə etdiyimiz məlumata görə Ağdaş rayon mərkəzi xəstəxanasında mülki müdafiə qərargahının rəisi Anar Kərimzadə özünü asaraq intihar edib. Onun meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır. Cəlilabadda meyit tapılıb. Məlumata görə Tahirli kənd sakini 34 yaşlı Xəyal Yusif oğlu Quliyevin meyiti tapılıb. İlkin məlumata görə o özünü asıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb. Məlumata görə 2006-cı il təvəllüdlü Əliyeva Ayan Zaur qızının idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.